Merhaba herkese, ben Berfin. Bakü İstanbul Lisesi 9. sınıf öğrencisiyim. Bugünkü podcastimizde İngiliz bölmesi sevgili Turane Hocam benimle beraber. Hoş geldiniz hocam. Hoş geldin. Hocam bugün size matematikle ilgili birkaç soru soracağım. Merak etmeyin, çok zor sorular değil. Hala matematikle aramda biraz mesafe var diyebilirim size. Buyur. Hocam öğrenciler bazen matematik çok zor diyorlar. Ben bile bazen bir soruya baktığım zaman gerçekten bunlar benimle dalga mı geçiyor diyorum. Sizce matematik neden bu kadar önemli? Əslində biz matematiğe tam olarak matematik bütün her bir dildə, istər Türkçe, istər Azərbaycanca, bütün bölmələrdə matematik çok önemli bir fəndir. Yani insanın beyni ne kadar önemlidirsə, fənlər arasında matematik o kadar önemlidir və uşaqların, şagirdlərin əsas olarak matematikə yanaşması həyatla əlaqəli olmalıdır. Yəni düşünməlidir ki, mən matematiği nə qədər yaxşı öyrənsəm, bunu real həyatda o kadar daha çok istifadə edəcəm. Əgər bu cür yanaşsan, sənə matematik daha zor gəlməz. Haklısınız hocam. Bazen alışverişte bile hesaplarken zorlandığım anlar olabiliyor. Yani fikrimi değiştirebiliyorum bazen. Hocam niye bazen konuları anlamıyoruz? Bazen öğrenciler matematikte çözerken ben bu konuyu hiçbir zaman anlamayacakmışım diye düşünüyorlar. Ben de böyle düşünüyorum. Ama sonra soruya baktığımda, konuya baktığımda direkt oturuyor. Yani bu iniş çıkışlar normal mi? Yoksa sadece ben mi böyle dramatik küçük hayaller kuruyorum? Yox, əslində bu çox şagirdin düşündüyü və problem elədiyi bir şeydir. Sadəcə olaraq öyrənmə hər zaman psixoloji bir prosesdir. İnsan nə zaman özünü beyin olaraq hazır hiss edərsə, o zaman öyrənməyə başlayır. Əslində dinləməklə qulaq asmaq arasındakı fərq də budur. Anlamaq başqa şeydir. Yəni dinlədiyini anlamaq üçün ilk öncə psixoloji olaraq o dinlədiyini duyman lazım. Əgər diqqətlicə dinləyərsənsə, bir dəfədə olmazsa, növbəti dəfədə mütləq şəkildə səndə alınır. Yəni ona görə də dinlədiyini mütləq şəkildə analiz eləməyə və işlədiyini də tətbiq eləməyə baxmalısan. Yəni matematikdə önəmli olan şey öyrəndiyini tətbiq eləməkdir. Yəni müəllimlə bir dəfə öyrənirsən, bir dəfə də tətbiq edirsən. Bu zaman sənin üçün suallar daha asan olur və daha rahat işləyirsən. Haklısınız hocam. Demek ki sadece drama queen ben değilmişim. Yox, hayır. Çox şagirdlərin belə bir problemləri olur. Hocam peki zor konular nasıl anlaşılır? Hani fonksiyonlar, denklemler, bazı konular öğrencilerin özgüvenini sarsabiliyor. Bunun için ne diyebilirsiniz? Yani ne yapabilirler? Yenə də ən çox diqqətli dinləmək və öyrəndiklərimizi çox praktis etmək. Yəni nə qədər çox praktis edərsək, o qədər çox faydalı olar bizə və daha çox öyrənmiş olarıq. Və indi hal-hazırda internet dövrüdür. Uşaqlar bilmədiklərini hər bir yerdə məlumatı öyrənə bilərlər. Videolara baxa bilərsiniz, beynəlxalq dərslərə baxa bilərsiniz. Yəni müəllimlərdən soruşa bilərsiniz. Tapşırıqları işləyərkən sadəcə olaraq anlayaraq, nətər alındı, sadəcə tətbiqdə diqqətli olduğunuz zaman daha asan olacaq sizə. Yani demek ki parçalayarak anlatınca canavar hissi daha da yok oluyormuş. Öğrenci daha da iyi anlıyormuş. Aynen öyle. Hocam peki motivasyon nasıl korunur? Bazı öğrenciler motivasyon kaybı yaşıyor. Yani matematikle ilgili motivasyonlu kaygı olabiliyor. Sizce motivasyonunuzu matematik çözerken nasıl kazanabiliriz? Buna necə deyə bilərik? Belə bir yanaşma var. Mən hər zaman abituriyent olan şagirdlərimə hər zaman bunu deyirəm. Rutin oluşturmaq. Rutin oluşturmaq şagirdə hər zaman bol motivasiya qazandırır. Məsələn, bir taskı həll elədiyiniz zaman siz artıq motive olursunuz ki, digərini də edeyim. Ona görə də hər günü gündəlik edəcəyiniz işləri yazaraq, yəni matematik belə olsa, fərqli fənlər də ola bilər. Bunu sadəcə olaraq belə deyək, dərs işləmək kimi deyil də, mən bu taskı yerinə yetirdim deyə baxsanız, bu sizə daha çox motive edəcək. Yəni mən motivasyon hissəsini belə görürəm və özünüzə kiçik-kiçik özünüzə hədiyyələr etməklə. Məsəl üçün tutaq ki, bir mövzunu çox yaxşı bacardınız və ondan çox yaxşı puan aldığınız zaman özünüzü qiymətləndirin. Mən bunu çox yaxşı elədim, özünüzə kiçik hədiyyələr alın. Haklısınız hocam. Bazen doğru çözdüğüm bir soru bile yani düz çıkınca yani sanki Einstein benmişim gibi hissettiriyor. Mütləq. Hocam gelecek için matematiğin rolü. Şimdi arkadaşlarım sık soruyor. Ben hangi mesleği seçersem matematik lazım olacak. Sizce matematik her yerde ve her şeyde gerekli midir? Əslində ümumi götürsək, matematik bütün insanın hər bir sahəsində, yəni istər real həyat olsun, istər universitet həyatı olsun, məktəb olsun, universitet bitirdi, ondan sonraki real həyatında olsun, hər zaman gərəkli, önəmli. Amma universitetə qəbul olmaq üçün nə dərəcədə önəmlidir? Hal-hazırda bütün sistemlərdə, qəbul proqramlarında, qəbul imtahanlarında hər birində matematik çox önəmli.
O yüzden də hansısa elə bir sahə yoxdur ki, elə bir professiya yoxdur ki, ora gedən şagirdə riyaziyyat lazım olmaz. Amma ana fənlər var, main subject must olan fənlər var ki, məsəl üçün tutaq ki, engineeringdir, ICT ixtisaslarıdır, mühəndislikdir və yaxud da müxtəlif sahələr var da. Riyaziyyatın özünün tətbiq sahələri var ki, onlarda riyaziyyat birbaşa baş fəndir və şagirdin ona potensialı çatırsa getməlidir. Amma ümumi olaraq hər kəs riyaziyyatı öyrənməlidirmi? Çox təəssüflər olsun ki, bəli, öyrənməlidir. Hocam o zaman matematikle galiba barış antlaşması yapmam gerekiyor. Mütləq. Çünki yenə də deyirəm, elə bir sahə yoxdur ki, 9-cu sinfi bitirirsiniz, buraxılışda matematik verirsiniz, ACS imtahanı verirsiniz, digər sektorlarda Azərbaycan, Rus bölmələri, Türk bölmələri buraxılış verir. 10-cu sinfi bitirirsiniz, SAT ilə universitet qazana bilərsiniz, orada da məhz var. Evet. Və beynəlxalq proqramların hər birində məhz var. Qəbul proqramlarının hər birində riyaziyyat var. Evet. Ona görə də riyaziyyatdan qurtulur. Verdiğiniz bütün cevaplar için teşekkürler. Gerçekten yol gösterici oldu. Geldiğiniz için de çok teşekkür ederim. teşekkür Dinlediğiniz için çok teşekkürler. Bir sonraki bölümde görüşmek üzere.